Kənd vlogu part 3-dən sizi salamlayıram. Videoları o qədər qısa çəkmişəm ki, silməyə də heyfim gəldi, bilmədim heç nə edim. Dedim ki, ən yaxşısı bunları bir vloqda birləşdirim. Və kabab bişirərkən çəkdiyim qısa videoları sizinlə paylaşmaq istəyirəm. Burada qaynatam kabab çəkir, tərəvəzləri isə qaynanam soyur və salat formasında doğrayır. Burada isə qaynatam hazırlayır. Burası isə anamgilin həyətidir. Onlar da bizim üçün kabab çəkdilər, hazırladılar. Hər ikisinin əllərinə sağlıq, hər birinin Allah köməyi olsun. Daha çox belə vloqlar görmək istəyirsinizsə, rəylərdə fikrinizi bildirməyi və videonu bəyənməyi unutmayın. Burada isə uşaqlar öz abur-cuburlarını açırlar, yeyirlər, özləri üçün oynayırlar. Mən də ancaq anamın güllərini çəkmişəm. Burada isə artıq yeməyimiz hazırdır. Videoların sonunu çəkməyi unutmuşam. Bunun üçün məni üzürlü sayın. Gələn videolarda görüşəndək hələlik.